Salam və vaxtınız xeyir olsun. İkinci qrup deməli 5 iyun tarixində keçirilmiş ikinci şans imtahanı riyaziyyat sualına izahına baxaraq birinci sual deyir ki, bu cəminin 6 bölməsindən alınan qalığı tapın. 10 faktorial, 8, 9, 7, 6 faktorial hamısı 6-ya tam bölünür. Burada qalacaq 1, 2, 3, 4, 5 faktoriallar. Deməli diqqət eləsəz görərsiniz ki, nəyə görərsiniz? Bax, bu 120-dir. Burada 6 tam bölünür. 4 faktorial 24 6 tam bölünür. 3 faktorial 6 tam bölünür. Qalır bunlar. Bunlar 6-ya tam bölünmür. O da olacaq 3. C variantı. Bərabərsizliyi həll edin deyir. Soldakı ifadəni sağa keçirib yazsaq. Ortaq məxrəcə gətirsək. 4x üstə gəl 2x çıx 14x çıx 7 üstə gəl 16 kiçik bərabər 0 və deməli 4x kvadratı olur burada. 2x plus 1 burada 4x kvadratı çıx 12x üstə gəl 9 kiçik bərabər 0. Buradan görürük ki surətdəki ifadə 2x çıxılsın 3-ün mötərizə kvadratıdır. Bəli. Bunun köklərinə baxsaq, deməli, mənfi 2-də 1 ilə müsbət 3/2-dir. Və bizə bu hissə lazımdır, bir də bu lazımdır. B variantı olacaq. Hasili deyir bizə, hasili tapan 1 vur 2, 2, 1 vur 3, 3i çıxılsın 10i, çıx 15 i'nin kvadratı. 15i kvadrat bizə mənfi 1 verir kvadratımız. Burada da mənfi var deyir, müsbət 15, bu da 2, 17 olacaq. 17 çıx 7 D variantı. Bəli, bu düzdür. Tamamilə. Loqaritmanın xassəsinə görə buradan 5'lər gedib loqaritma 3 əsasından 2 qalar. Biz də bunu 2'ni 8 edərəm. Bu 2'ni 8 etdim. Onda bu 3'ün də yerinə 27 yazıram. O zaman görürəm ki 8, 8 ise bu da 27 olmalıdır. Yani 2x minus 1 27 olur. 2x 28 olur. X de beraberdir 14'e. Perimetre 12 olan diagonalların ne? Perimetre 12 olan rumun diagonalların kvadratları cəmini tapın. Perimetre 12. Yani 4A beraberdir 12'ye. O zaman A olacaq 3. Diagonalların kvadratları cəmi də bərabərdir. 4A kvadratına 4 vur 9 36. A, B, C və D nöqtələri yazılığa ardıcıl düz xətt üzərində qeyd olunub. A, B, C, D. AD 81, CD 36, AB 39, onlarsa BC'ni tapın. Bunu cəmləyərəm. 76 olar. 81'dən 76 çıxaram. Bir dəqiqə 75 olur. 81'den 75 tane 6 qalır. Y variantı sadəsi oldu. Radioda olan küre daxilinə bərabər tərəfə silindir çəkilmişdir. Kürenin daxilinə silindir çəkilmişdir. Silindir çəkilmişdir. Radius 4'tür. Yani bu 4'tür. Aha. Həm də bərabər tərəf şərti verib. Onda belə deyək. Bura r-dirsə, bura 2r olur. Onda burada bir r düşür. R kökdə 2. Əla. R kökdə 2'miz 4 ise r'miz də olacaq 2 kökdə 2. Nə istəyir? Kürenin səthinin sahəsinin tam səthinin sahəsindən nə qədər böyükdür? Kürenin səthinin sahəsi S küre. Bərabərdir 4 pi r kvadratı. 64 pi olacaq. S silindir bərabərdir 2 pi r kvadratı. Uşaqlar, r'miz 2 kökdə 2'dir, kvadratı olacaq 8. Üstə gəl 2 pi r h. 2 pi r h'ımızda 2r. Və salonda r'lərin hası 8. 2 vur 2 də 4. 4 vur 8 32. Bu da 32 pi. Bu da 16 pi. 48 pi. 48 pi nə qədər böyükdür? Kürenin səthinin sahəsi sinir səthinin sahəsindən 64'dən çıxıram. 64 pi'dən 48 pi'ni qalır 16 pi. Y. Ədəd hissədə A1 verib, A7 verib. Onda D-ni tapaq tez bir şəkildə. A7 çıx A1 böl 7 çıx 1. Deməli, mənfi 9 çıx 3 bölünsün 6. Mənfi 2 olacaq. Aha. A-ni verib həddin nömrəsini soruşur bizdən.
Tamam. Deməli A-ın bərabər, əslində n düsturu var. A-ın bərabər A1. Üstə gəl n çıx 1 vur D. Bu mənfi 27-yə bərabərdir. Mənfi 2n üstə gəl 2 üstə gəl 3 bərabərdir mənfi 27-yə. 2n bərabərdir 32 olacaq. N də olacaq 16-ya. 9 üçbucaqlı piramidin yan telləri uzunluqları kökdə 2, kökdə 3, 3 kökdə 6 olan qarşılıqlı perpendikulyardır. Piramidin həcmini tapan konkret düstur var da 6'da 1 ABC. Kökdə 2, kökdə 3, 3 kökdə 6. Köklərin kökdə 3'ə vuranda kökdə 6 idi. Kökdə 6'nın kökdə 6'ya vuranda 6 olacaq. Bu 6'nı ixtisar edib qalacaq cavab 3. 1-dən 4-ə, 4-dən 1-ə fərqini tapın deyir. Hə. Eləyək də, bura çıxmadı. Çıxmadı, toplama eləyək. Toplama eləyək. 4-dən 1-əni 1-dən 4-ə. Sərhədləri yerini dəyişib, işarəsini dəyişə bilərsiniz. İntegral A-dan B-yə, bərabər mənfi B-dən A-ya. Buradan da eyni sərhəd olduğu üçün 1-dən 4-dən mötərizə xarici, bir integralı yazaq da elə bir 2B deyək. Və kvadrat var. X kvadratları mötərizə xaricə çıxardıb birbaşa yazıram buranı. Buna verəcək 1. X kvadrat olacaq integralı x böl 3. 1-dən 4-ə 64 böl 3 çıx 1 böl 3. 63 böl 3 olacaq 21. Tənliyinin kökləri çoxluğu 1, 2, 3, 4, 1, 2, 3, K, M plus P2 olur, K-nı tapın. Bax, alır. Hasil sıfırdır. Vur başsaq, kub puanı olmazsa. Yox, vur başmayalım. Ayrı-ayrı, hasil sıfırsa ayrı-ayrı sıfıra bərabər edək də. Bax, bu olsun 0. Bu da olsun 0. Bunun köklərinin cəmi x1 üstə gəl x2 bərabərdir m. Bunun köklərinin cəmi də bərabər mənfi m, bu da mənfi p. İndi bütöv köklərin cəmi, yəni buna x3, x4 deyək də, çünki 1-2-ni buraya yazmışıqsa 3-4-ü buraya yazaq. Hamısının cəmi x1, x2, x3, x4, bunların hamısının cəmi m plus mənfi m plus mənfi p. Olacaq ki, bu da mənfinin mötərizə xaricinə çıxardığında m plus p qalar. Bu da şərtdə bizə 2 veriblər. Yəni mənfi 2. Köklərin cəmi oldu mənfi 2. Kökləri də bizə veriblər. 1, 2, 3, k. 1, 2, 3-ün cəmi bizə verir 6. 6 üstə gəlsin k-mız mənfi 2 olduğuna görə k-mız mənfi 8. A variantı. A nöqtəsindən radyo 4-dan çevrəyə AB toxunanı çevirəcək və çevrənin 10 mərkəzinə keçən AC kəsən çəkilmişdir. Bucaq A 30 dərəcə. Bunun üzərində ehtiyar. Buranı 4 veriblər. Radyosu bizə 4 veriblər. Bura perpendikulyardır. Toxunan radyosu perpendikulyar. Bu 30 dərəcə olduğuna görə bura 8 olacaq. Bu radyosu 4. Nə soruşur? AC 12. Və son. 13. Birinci ifadəmiz modulda çıxır. İkinci ifadəmiz tək qüvvət olduğu üçün olduğu kimi. Üçüncü ifadəmiz də olduğu kimi çıxır. Amma bir şərt daxilində. A 2-də 1-dən kiçik. 2-də 1-dən kiçiksə modul açanda necə olacaq? 1 çıx A olacaq. A'lar islah oldu. 2 çıx 4 mənfi 2. C. Deməli 4A bərabər 4 üstü 2 n vur 9 üstü m ədədin sadə vurulanın sayı 12 olarsa m-in alınacaq qiymətlərin cəmini tapın. A bərabərdir 2 üstü 4 n vur 3 üstü 2 m. Sadə vuruların sayı bunların cəmidir. Buradan m-in alabiləcək qiymətlərin cəmini tapın deyir. Buradan hamısını 2-yə bölək. 2n üstə gəl m bərabərdir 6-ya. M də bərabərdir 6 çıx 2n-ə. Yəni balaca bir cədvəl quraq. Belə bir cədvəl quraq. N-ə 1 versəm 6 çıx 2 4 olacaq. N-ə 2 versəm 6 çıx 4 2 olacaq. 3 versəm 6 çıx 3 6 çıx 6 0 olacaq ki, ola bilməz. 0 olmaz axı. Şərtdən natural veriliblər və salam m oldu 2 ilə 4 cəmi 6. Kosinus buna bərabər tənliyi həll edin. X bərabər konkret sadə həlli var. Pi çıxılsın. Kökdə 3 bölü 2-ni harada alır? Pi bölü 3-də alır. Yox 6-da. Üstə gəl 2 pi k. Pi bölü plus minus 5 pi bölü 6 üstə gəl 2 pi k.
Şifahi sualdır, bu rahat sualdır. Funksiyasının parçada ən kiçik qiymətini tapın. Teoreməni tapaq, sıfıra bərabər edək. Mənfi altda 1 x kubuna vursaq, demək, mənfi altda 1, 3x kvadratı çıx 2-də 1, 2x bərabər x0-a. Hər dəfə mənfi alt, ixtisarlar aparaq, 2 qalsın, ixtisarlar getdi. Mənfi 2-yə vursam hər tərəfi x kvadrat, üstə gəl 2x bərabər 0. Köklərimizin biri 0, digəri də mənfi 2 olacaq. 0 mənfi 2-dən burada hansı daxildir? Yalnız mənfi 2 daxildir. Ona görə nə edirik? Funksiyada mənfi 3-ü, mənfi 2-ni və mənfi 1-i yerinə qoyaraq ayrı-ayrı hesablayırıq. Mənfi 3-ü qoysam nə olacaq? Mənfi 3-ün kubu 27, mənfi 27, mənfi 27, mənfi 6-ya 1-ə vuranda mənfi müsbət olacaq. 27 ilə 6 3 ixtisar gedir. Burada 2, burada 9 qalacaq. Mənfi 3-ü bura qoysam mənfi 3-ün kvadrat 9 bölü 2 üstə gəl 11 tam 3-də 2. Bunlar gedir. Qalır cavab elə 11 tam 3-də 2. Sonra mənfi 2-ni qoyuram x-tanın yerinə. Mənfi 2-nin kubu mənfi 8, mənfi 6-ya vuranda 8, mənfilər gedəcək. 8-dən 6 2 ixtisar gedir. 4 bölü 3 qalacaq. Çıxılsın. Mənfi 2 kvadrat 4, 4 bölü 2, 2 olacaq. Üstə gəl 11 tam 3-də 2. Bu bizə deməli nə olacaq bu? 3-də 4 üstə 3-də 2 gələndə nə verir? 3-də 6, 2 verir. 11 üstə gəl 2, 13 çıxılsın 2, 11 qalacaq cavab. Üçüncüdə mənfi 1 qoysam, elə 6-da 1, çıx 2-də 1, üstə gəl 11 tam 3-də 2. Gəlin bunu da 6 eləyək, 3 olsun. Bunu da 6 eləyək, 4 olsun. 6-da 3-dən altda 1 çıxanda 6-da 2 qalır. O da 6-da 2, 3-də 11 tam 6-da 2, 3-də 1. Ən kiçik qiymət 11 oldu. Y variantı. 17 funksiyası üçün fx kx b rx funksiyası üçün limit. Deməli kx gəl b kx kvadrat çıx 9. Burada çıxmasını verib bunları. Okey. Belə yazaq da bunlar bir yerdə. Bir yerdə yazsaq kx kvadratı üstə gəlsin bx çıxılsın x kvadrat üstə gəl 9 bölü x. İndi baxın. Bunun limiti x sonsuza yaxınlaşdıqda əgər x kvadratlar qalarsa sonsuzluq olar. Şərtdə isə buna 6 veriblər. Deməli belə çıxır ki, bunlar getməlidir. Bunların getməsi üçün k mütləq 1 olmalıdır. Bu belə. bx üstə gəl 9 bölü x-in da b-nin yerində 6 yazılarsa limit 6 olar. Ona görə də cavab 7 olacaq. Şərtlidir ki, cəmini tapın k-la b-nin cavabı olur 7. Bu nədir? Orta məxəli gətirsəm salonda 16 böl 4 olacaq. 19 a bərabərdir 3m çıx 5 böl n ədədi b bərabərdir 5m üstə gəl 10 böl n ədədinin 40%-idir. 40%-dir. Deməli bunun 40% nə olacaq? %40'ı 10'da 4'ü 5'də 2'sidir. 3m çıx 5 böl n bərabərdir 2m üstə gəl ixtisarladım. 5'dən 10 gedəcək. 4 böl n. Düz qaldı. Aha. Bunu bura keçirsəm m. Bunu bura keçirsəm 9 böl n. Çarpaz vurursam m'in 9. Və son m'ini axtarırıq. 9a variantı. Verilmiş figurda AB 16'dır. B'yi 7'dir. Şagird yazı bunların üstüne. 9'dur. Bu buna paraleldir. Paralel ise alfa olarsa bura olar 180 çıx alfa olar. Aha. Y'de de AC yapar. Bunlarda paralel olduğuna göre onda mütləq şəkildə bura alfa olmalıdır. İndi bax ki nəyə görə? Nümunə göstərilmiş. Səbəb belə bir nümunə göstəreyim. Baxın. Bax düşün ki, əslində heç buradan görsən demə bu xəttə belə tam uzatsam paralelogram deyil, alfa. Belə deyəcəm sizə aydın olsun deyə. Vəssalam. Onu da belə eləsəm beta. Bu üç bucaq ilə bu üç bucaq, yəni ABC üç bucağı ilə YDC üç bucağı nədir? Oxşardılar. Böyük üç bucaqda alfanın qarşısında burada x var axı, y'ni axtarırıq. Alfanın qabağında 7 plus x var. Kiçik üç bucaqda alfanın qabağında x durub.
Böyük bucaqda beta'nın qarşısında 16 olduğundan kiçikdə beta'nın qarşısında 9 yazılıb. Çarpaz vursam 63 üstə gəl 9x bərabərdir 16x-a. 7x 63 olduğundan x olacaq 9c. Oxşarlıqla yazdıq. 21. ABC3 bucağında ise 90'dır. ADDB 10'dur. ADDB 10'dur. Yani hipotenüs 20'dir. A'yı 12, Y'si 4. Bura 16'dır. Onda bura 12'dir Pifagor'dan. D'yi tapın deyir. D'yi axtarıq. 12'ye ehtiyac yoxdur. İşte kosinus teoremi. Böyük bucağa bax. Böyük bucaqdan bucaq A'nın kosinusu nəyə bərabərdir? Bitişiyin hipotenuzu olan nisbətə 4'ə ixtisarləsən 5'də 4. Burada da kosinus teoremini tətbiq edərəm. 10, 12'ni uşaqlar, gəlin belə 2'ye bölək 5, 6. Bu da A bucağının kosinusundan. 5, 6 üçün tapacağım, 2'ye vuracağım. Bura x yazıram, bura 2x yazıram. Deməli, x kvadrat bərabərdir 5'in kvadratı üstə gəl 6'nın kvadrat çıxılsın 2 vur, 5 vur, 6 vur. Kosinus alfada 5'də 4. 5'lər getdi. X kvadrat oldu 25 üstə gəl 36 üstə çıx. 2 vur 6, 12 vur 4, 48. 25, 36, 48, 13 qalır. X bərabər, x kvadrat 13'dür. X də bərabərdir kökdə 13. X kökdə 13'dürsə 2x olacaq 2 kökdə 13 A variantı. Bərabər tərəfi çıxılan sayısı kökdə 3 bölü 2 olasa tərəfini tapın. A kvadrat kökdə 3 bölü 2, kökdə 3 bölü 2'ye bərabərdir. A kvadrat kökdə 3 bölü 4. Buradan gelir ixtisara. A kvadrat 2 olur. A olur kökdə 2. Eminası qiymətində bu bərabərlik eynilikdir. Baxan kimi görsənir ki, çevirmə düsturundan bu sinus kvadratı 2 alfadır. Bax uşaqlar, burada sinus kvadrat 2 alfa artışını yazsam, İki sinus alfa kosinus alfa olacaq. Nəzərə alsam ki, bunun da kvadratıdır. Onda olacaq 4 sinus kvadrat kosinus kvadrat bərabərdir buna. Buradan da 4'lər getdi ixtisara. Buradan ortaq vuruq kimi bunlardan kosinus kvadratın mötərizə xaricinə çıxartsam, bu da mənə 1 verir. 1. Bu ifadə bu ifadəyə bərabərdirsə m çıx 1 2'ye bərabərdir. M də 3. Çox da çətin sual deyil. Fx azalan funksiyasıdır. F15 7'dirsə F20'ni tapan. Ola biləcək ən böyük qiymət tapın deyir. Azalan funksiya ümumiyyətlə nətər olur? Qraf 2. Belə deyək. 15'də bu əgər 7 alıbsa, 20'də aldığı qiymət 7'dən kiçik olmalı. 7'dən kiçikdir. 7'dən kiçiksə ən böyük tam qiymət 6. Müstəvi xaricindəki nöqtələr bu müstəviyə onunla 30 və 45 dərəcə bucaq əməliyyatın ki müalicə edilmişdir. Bu mailələrin otaqacaqlar arasındakı məsafənin ala biləcəyi ən kiçik qiymət 8 kökdə 3 çıx 8 olsa böyük mail bunu tapın. Deməli, mən bir h desəm, bu da h olacaq, bu da h kökdə 2 olacaq. Bura 2h olacaq 30'un qarşısında olduğuna görə, bura h kökdə 3 olacaq. Maillərin oturacaqlar arasındakı məsafənin ən kiçik məsələsi var, orada ən kiçik. Onda biz bunu belə yox, gəlin belə çəkək. Belə eləyək, 30 dərəcəni bura gətirək. Bura. Məsələn, fikir verin. D burada olsaydı, sizcə CD belə olan da ən kiçik olar, belə olan da. Təbii ki, bu variantda ən kiçik olacaq. Onda belə çıxır ki, bu tərəf yoxdur. Belə yox. Deməli, belə olacaq. Gəlin belə baxaq, indi baxın.
Bura h kökdə 2'dir. Bura 2h'dır. Niyə? Bu üçbucağa baxın. Ona görə. Bu isə h kökdə 3 olacaq. Onda CD bura nə qalacaq bura? Bura qalacaq ümumi h kökdə 3'dür. Burada h-dır axı. H kökdə 3 çıx h. Aha, 8 kökdə 3 çıx 8. Artıq görsənir ki, buradan h 8'dir. Və böyük maildə 2h olduğundan 16'dır. Qəşəng sualdır ha. Çevrənin tənliyi verilib, dairənin sahəsini tapın. X kvadrat üstə gəlir y kvadrat çıx 3y yarısı 1/5 olduğundan 2/25 əlavə edirəm hər tərəfə. O sıfırda bunu yoxdur axı. Radiusumuz 1/5'dir. Pi də 3'dür. Sahəni tapın deyir. S bərabərdir pi r kvadratı. Pi'ni 3 veriblər. R'i də 3/2 yazaq kvadratı. 9/4 27/4. 27/4 neçə eləyir ki? 6/4'də 3'ə. 675 bəli. Funksiya üçün uyğunluğunu müəyyən edin. Birincisi, artan funksiyada xeyli azalandır. Çünki x'in qarşısında mənfi var. Bu artandır, bəli. Bu nə artan, nə azalan, bu qarşı olacaq. Daha doğrusu qarşı olmayacaq. 3x üstə gəlsin 1/3x olduğuna görə bu o birisinin tərsidir. 2'dən böyüdür. Və bu arada x deyə bilərsin, mənim bəlkə mənfilikdən kiçikdir, amma 3x 0'dan böyüdür. Nisbətən həmişə. 2'dən böyüdür. Ən kiçik qiymət 2'dir. Bəli. Tək üstə gələndə isə bunlar tək cüt deyirlər. Bunu araşdıraq. Bu da cüt olacaq. Çünki mənfi 1 qoysam 3'tü mənfi 1 üstə gəl 3 olacaq. 3'tü 1 olacaq. 1 qoysam 3'tü 1 üstə gəl 3'tü mənfi 1 olacaq. Ona görə tək cüt funksiyadır. Tək də buradan heç birə getmir. Nəhayət gəldik situasiya. Paragrafda mağazada A və B markalı telefonların və printerlərin sayı haqqında məlumat verilib. Gəlin bunu cədvəl şəklində salaq, rahat görək də. A, B cəmi telefon, printer, cəmi. Buna 2 parametrli cədvəl deyirlər. 8-ci məktəb kitabında var. A. Telefonların sayı 16'dır. A. Printerlərin sayı 28'dir. Cəmi 44. B. Telefonların sayı 20'dir. B. Printerlərin sayı 16'dır. Cəmi 36. Bu da 44. Bu da 36. Ümumi də 80. Qəşəng. Deyir ki, A markalı telefon B markalı telefonun 10% ucuz, A markalı printer B markalı printerin 20% baha olmağına baxmayaraq, A markalı telefon və B printer qiyməti cəmi B markalı telefon printer qiyməti cəmi bərabərdir. Nə soruşur bizdən elə? A28 paragrafda bütün məlumatlar radiusu 5 olan dairəvi diaqramı vasitəsilə təsvir edilərsə, A markalı telefonlar üçün ayrılan sektorun sahəsi neçə kvadrat santimetr olar? A markalı telefonlar ümumi 80 dənə deyil. Belə çıxır ki, 80'də 16 hissəsi olacaq neyin? Pi r kvadratının. 80 16 ixtisar edib 5 qalar. 25 pi'ni 5'ə böləndə 5 pi olar. 28'in cavabı 5 pi rahatdır. 29. A markalı telefon B markalı printerin qiymət cəmi 1120 manatdır. A markalı telefon və B markalı printerin qiymətləri cəmi. A, B. Burada şərt var idi. Burada. Deyir ki, A markalı telefon B markalı telefondan 10% ucuzdur. A markalı B markalı. Bunun telefonun qiymətini istəsəm bu olacaq 0,9x. A markalı printerin qiyməti B markalı printerin qiymətindən 20% bahadır. Bunun qiymətini desəm bu olacaq 1,2y.
Və bunların deyir, A-nın telefon və printerlərinin qiyməti B-nin telefon və printerin qiymətinə bərabərdir. Buradan alıram ki 0,2 x-ə bərabərdir. Yəni 2 x-ə bərabərdir. Sonra telefon A telefonla B markalı printerin qiymətləri cəmi 120-dir. A markalı telefonla B markalı printerin hərəsindən bir dənə götürüb. A markalı telefonların demir. B markalı printerlərin demir. B markalı printer qiymətləri cəmi. Printerdə bunlar cəmi 120-dir. Bu əvəzləməni buradan nəzərə alsaq 1,8 y/1120-dir. 2,8 y/1120-dir. 1120-ni 2,8-ə bölmək lazımdır. Deməli 12-də 28 var. 3 dəfə yox, 4 dəfə neçə eləyir? 32, 4 dəfə, bəli. Y oldu 400. Biz də axtarırıq B markalı printerin qiymətini. Bu printerdə elə. Elə bu da cavab. Vəssalam. 400. Bu da 5P-dir. 30. Bu mağazadakı təsadüfi olan səslə iki telefonun eyni markadan olması ehtimalını tapın. İki telefon seçirəm. Ümumi neçə telefon var burada? Telefonların cəmi 36 telefon var. Kombinezon 36-dan 2. Nə deyirdi sonra? İki telefonun eyni markadan olması ehtimalı. Yəni hər ikisi eyni olsun. Hər ikisi o A da ola bilər, hər ikisi B də ola bilər. Ona görə A-dan neçə dənə var? 16, B-dən 20 dənə. 16-dan 2 və ya 20-dən 2. Vəssalam. Bunu hesablamaq lazımdır. 16 vur 15 bölü 2 üstə gəl. 20 vur 19 bölü 2 bölü 36 vur 35 bölü 2. 2'lər getdilər. 16, 20, 36 hamısı 4'ə bölünür. 4 vur 15. 5 vur üstə gəl. 5 vur 19 böl 9 vur 35. 15, 5, 35 də 5'ə bölünür. 4 vur 3 üstə gəl. 1 vur 19 böl 9 vur 7. Burada 63 qaldı. Burada da 2 nə qalır? 12, 19, 31. 63'də 31 ehtimal. Bu qədər. Hamıya uğurlar arzu edirəm. İnanıram ki, nəticəniz inşallah yaxşı olar. Amma qeyd edim ki, sualların səviyyəsi o qədər də asan suallar deyildi. Sağ olun.